Herkese hamdolsun kanalıma videoma hoş geldiniz. Ben yeni bir videoda karşınızdayım. Videoyu geçmezden ve kanala destek olmak için abone olabilirsiniz. Videomu beğenirse like atabilirsiniz. Həmçinin dostlar Telegram kanalımıza əvvəlcə gözləyirəm. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alır-satır siqnallar paylaşır, şəxsi analizlərimi, yəni texniki analizlərimi paylaşıram, fundamental analizlərimi, alır-satır siqnallarımı paylaşıram və müzakirə qrupunda da bunları müzakirə edirik, söhbətləşirik investisiya haqqında və suallarımızı bir-birimizə verib dəstək alırıq, nələrsə öyrənirik dostlar. Hər birinizin gözləyirəm ki, şəraidə olacaq. Gəlin videoya keçək. Bugünkü videoda dostlar, səhmlər həqiqətən gəlirlidirmi? Yəni səhm almaq həqiqətən də gəlir verirmi? Yəni bu boyda bazar bir yalandan mı ibarətdir, bir balondan mı ibarətdir və yaxud yəni mənim kimi investisiya haqqında videolar hazırlayan, postlar hazırlayan, məlumatlar paylaşan insanlar yalancıdırmı? Ya biz həqiqətən də pul qazanırıq? Bugün sizlərə bunu göstərəcəm dostlar. Deməli dostlar, ilk öncə səhmlər gəlirlidirmi, deyilmi? Bunun sualın cavabını qabaqcadan verim. Bəli, gəlirlidir. Səhm almaq gəlirli bir şeydir. Həm uzun müddətli də gəlirlidir, qısa müddətli də gəlirlidir. 100% də gəlir verir, 1000% də gəlir verir, 5000% də gəlir verir və yaxud 30% də, 100% də zərər də verir dostlar. Bu necədir? Bu necə olur? Səhmlərə dostlar ilk öncə gəlirlidirmi sualından sonra biz səhm bazarına necə yatırım etmək istəyirik? Bunu qərarlaşdırmalıyıq. Biz davamlı olaraq yatırım mı edəcəyik? Yəni bizim əlavə gəlirimiz varmı? Hər ay bir maaşımız, təqaüdümüz, əlavə biznes gəlirimiz, fəaliyyət gəlirimiz varmı? Yəni və yaxud aktiv gəlirimiz, məsələn, icarə pulu alırıq və s. Yəni bu kimi pullarımız varmı ki, biz hər ay, hər həftə yatırım eləyəcəyik? Varsa, böyük ehtimal uzun müddətli səhmlərə yatırım etmək bizə daha çox qazandıracaq. Çünki əlavə gəlir mənbələrimizi artırsaq, səhmlərlə paralel şəkildə daha böyük pullar qazana bilərik. Bu birinci dostlar. İkinci budur ki, mənim çox əlavə gəlirim yoxdur və mən istəyirəm ki, səhmlərdən həm qısa müddətli olaraq, həm də uzun müddətli olaraq gəlir qazanım. Yəni portföyümü davamlı olaraq artırmaq istəyirəm. Məsələn, ilk öncə birincini açıqlayım, sonra ikinciyə keçək. Uzun müddətli yatırım üçün nə edirik? Böyük texnologiya şirkətlərinə yatırım edirik. Məsələn, Nvidia-ya yatırım edirik və buna davamlı edirik. Sonra nə edirik? Məsələn, əmtəə olaraq gümüş ala bilərik. Gümüş alırıq. Məsələn, Bitcoin-a uzun müddətli yatırım üçün MicroStrategy səhminə yatırım eləyə bilərik. Uzun müddətli yatırım. Dediklərim heç biri yatırım tövsiyəsi deyil, sadəcə mənim təcrübələrimə əsasən sizlərə uyğun gördüyüm fikirlərdir. Lakin təbii olaraq yatırım etmə və yaxud etməmək sizin qərarınızdır. Məsələn, Marvel Technology kimi, Tesla kimi, Google kimi, Meta kimi şirkətlər, Amazon kimi şirkətlərə yatırım edirik ki, texnologiyada hardasa uğur qazanaq və texnoloji olaraq deməli bir aktivimiz olsun səhmlərdə və bu davamlı olaraq böyüsün. Və əmtələrdən də dediyim kimi qızıl, gümüş yatırım edə bilərik və həmçinin təkcə buna da yox, istiqrazlara da yatırım edə bilərik. ABB-nin deməli istiqraz bölümü var. Bu istiqrazlarda həm yerli emissiyalara, yəni yerli istiqrazlara yatırım edə bilərik. ABB-nin öz istiqrazları var, müxtəlif bankların və yaxud şirkətlərin, qurumların müəyyən müddət ərzində, məsələn, bu yaxınlarda Metropolitenin var idi istiqrazı, 1 illik istiqrazı var, 9% səhv etmirəmsə. Yəni ABB-nin də öz istiqrazları var, illik 9% gəlir verirlər. Və yaxud digər bankların olur arada bir. Bunlar da ola bilər və yaxud xarici emissiyalar, xarici istiqrazlar da ola bilər. ABŞ dövlət istiqrazları ola bilər, Türkiyə dövlət istiqrazları və yaxud Microsoftun, Meta'nın və digər şirkətlərin də dövlət istiqrazları var. Bunlara da yatırım eləyə bilər. Yəni davamlı olaraq gəliri olan insanlar əsasən portföylərini müəyyən diversifikasiya edərək, yəni istiqrazlara, səhmlərə, əmtələrə bölüşdürərək, davamlı yatırım edərək milyonçu, hətta milyarder belə ola bilərlər yəni. Belə. Lakin deyirsiniz ki, yox, mənim davamlı gəlirim yoxdur. Mən istəyirəm bu sahə üzrə peşəkarlaşım və davamlı olaraq portföyümü böyüdüm. Bunu nə edirik dostlar bunun üçün? İlk öncə portföyümüzü böyük riskə atmırıq. Bir səhmə bütün pulu yatırmırıq. Portföyümüzün maksimum deməyim, hətta belə deyim, yəni portföyümüzün yalnız 60%-ni heç olmasa 60%-ni, 50-60%-ni
daha təhlükəsiz şirkət səhmlərinə yatırım etməliyik. Yəni dediyim kimi Nvidia, Marvel və yaxud məsələn mən Robinhood-a da yatırım edirəm, Tesla, yəni daha təhlükəsiz yatırımlar, Amazona və digər hissəsinin 10%-ni məsələn riskli yatırımları, penny stokları eləyirik. Məsələn, sən indi penny stock nümunəsi verməyəcəm, ümumi olaraq göstərəcəm penny stokları. Belə buradan ABŞ hissə sənədlərinə keçək. Bir dəqiqə buradan hissələrə vuraq. Hissə vurduq. Burada penny stokları göstərəcəm sizlərə. Penny stock deyərkən bunlar nəzərdə tuturam. İndi nümunə deyil. Bunlar hər biri sadəcə bir nümunədir, daha doğrusu məsləhət deyillər. Bunlar hər biri sadəcə bir nümunədir. Yəni portföyümüzün tutaq ki 1000 dollarlıq, 1000 manatlıq büdcəmiz var. 100 manatı ilə dostlar bunlarda risk edirik. Nətər risk edirik, necə risk edirik? Araşdırırıq, fundamental analiz edirik, maliyyə hesabatlarını araşdırırıq və s. və ilaxır. Yəni deməli hər şeylərini araşdırırıq, alış-satış nöqtələrini bilirik, başa düşürük və bundan sonra daxil oluruq həmçinin sektorlarına və s. Yox deyirsiniz ki, mən bilmirəm, araşdıra bilmirəm, bacarmaram, etmərəm, eləmərəm. O zaman nə edirsiniz? VIP qrupumuza gəlirsiniz. VIP qrup aylıq ödənişlidir dostlar. Aylıq hal-hazırda bu həftəlik aylıq 50 manatdır. Yəni bu həftə qeydiyyatdan keçsəz aylıq 50 manat ödənişlə VIP qrupa gələcəksiniz. Həm sizlərə elə bir VIP qrupda dostlar heç nə etməsəniz belə hazır səhm məsləhətləri verəcəm və penny stock məsləhətləri verəcəm. Nəticədə portföyünüzü qısa müddətdə yüksəltmə ehtimalınız yaranacaq. Demirəm %100 sizə qazanc verəcəm. Yox, %100 verməyəcəm, amma %90 verə bilərəm. Belə dostlar. Yəni dediyim kimi 10%-ni penny stocklarda artırmalısan. Niyə dostlar? Məsələn 100 manatını buraya yatırdınız, tutaq ki Nakamoto-ya yatırdınız məsəl üçün. Bu 2x oldu, 4x oldu, 300-400 qazandınız, portföyünüz artdı. Başlayırsınız başqa səhmlərdə yoxlamağa. Oradan atdınız Marvel-a, buradan Nvidia, buradan Amazon, buradan Ayva, buradan Gorilla, belə səhm büdcənizi, portföyünüzü 10 minin, 20 minin, 30 minin üzərinə çıxardırsınız və nəticədə artıq o qədər portföyünüz olur ki, yəni sizlərə deyim, əgər sizin 30 minlik bir büdcəniz varsa, yəni sizin hətta işləməyinizə belə gərək olmaya bilər. Əgər düzgün yatırımlar etsəniz, vaxtında qazanclarınızı götürsəniz, hətta işləməmək belə ehtimalı ola bilər, yəni sizin maddi durumunuzda. Belə yəni, əgər ikinci yolu seçirsinizsə, davamlı gəliriniz yoxdursa, portföyünüzü daimi artırmaq istəyirsinizsə, az riskli şirkət, 2 penny stock. Bu iki şeydən bərk yapışırsınız və davamlı olaraq bazarı izləyirsiniz. Dediyim kimi, bazarı izləyə bilmirsinizsə, gəlirsiniz, VIP qrupa qoşulub VIP qrupu izləyirsiniz. Belə. Bugünkü video bu qədər dostlar. Ümid edirəm məlumatlandırıcı video oldu. Əgər bir sualınız və s. olarsa şərhlərdə yaza bilərsiniz. Sağ olun, salamat qalın, gələcək videolarda görüşərik.